Ailə biznesinə asan dəstək. Abadın missiyası nədir? Rəqabət qabiliyyətli ailələrin formalaşdırılmasıdır, ailə bizneslərinə dəstək göstərilməsidir. Kimlər abadçı ola bilər? Həm qida sahəsi, həm də sənətkarlıq sahəsi üzrə bütün sahibkarlara açıq bir platformadır. Real və potensial abadçı necə seçilir? Məhsulun dəyərləndirməsi laborator analizlər vasitəsilə həyata keçirilir. Sağlam qida insanlara maraqlıdırmı? Düşünürəm ki, Abad artıq müştərilərin sevgisini, inamını qazanıb və belə bir suallar artıq çox az ünvanlanır. Bu və əlaqəli mövzularda ətraflı danışmaq üçün Abaddan qonaqlarımız var. Layihələrin İdarəetmə Departamentinin müdir müavini Ləman Şirinova və Marketinq Beynəlxalq İctimaiyyətlə Əlaqələr Departamentinin müdir müavini Nərmin Məmmədli sağlam səhhətdə ətraflı izah edəcəklər. Salam, hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi sağlam səhət verilişində yenidən xoş gördük. Bugün biz fərqli bir mövzu ilə sizin qarşınızdayıq. Abad haqqında danışacağıq. Hələ də Abadın adını ilk dəfə eşidən izləyicilərimiz varsa, bugün əminəm ki, Abad haqqında kifayət qədər geniş məlumata sahib olacaqsınız. Niyə? Çünki Abaddan iki qonağımız var. Qonaqlarımızı təqdim edim. Qonaqlarımız Ləman Şirinova, Abadın Layihələrin İdarəetmə Departamentinin müdir müavini və digər qonağımız Nərmin Məmmədli, Marketinq Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentinin müdir müavinidir. Hər ikiniz də xoş gəlibsiniz. Nərmin xanım, öncə istəyərdim sizinlə söhbətə başlayaq. Ümumiyyətlə, Abad nədir? Hər vaxtınız xeyir olsun Könül xanım, dəvətiniz üçün təşəkkür edirəm. Abad Publik Hüquqi Şəxs 2016-cı il 23 sentyabr tarixində Cənab Prezident İlham Əliyevin sərəncamı əsasında yaradılmış bir qurumdur. Qurumun əsas məqsədi rəqabət qabiliyyətli ailələrin formalaşdırılmasıdır, ailə bizneslərinə dəstək göstərilməsidir və Abadın iki əsas istiqaməti var. Bunlardan biri qida sahəsidir, digəri isə dekorativ tətbiqi xalq sənətkarlıdır. Qida məhsulu dediyimiz zaman burada təbii məhsullar, məsələn ət məhsullarıdır, daha sonra süd məhsullarıdır, quru meyvələrdir, mürəbbələrdir, təbii yağlardır, bal və bu kimi digər təbii məhsulların istehsalı nəzərdə tutulur. Sənətkarlıq sahəsi isə dedikdə dekorativ tətbiq xalq sənətkarlığı istiqamətində olan bütün sənət nümunələri Abad həmin sahibkarlara dəstək göstərir və satışını həyata keçirdir. Çox maraqlıdır. Qidaların adını qeyd etdiniz. Abadda hansı qidaları var? Abadda əsas qida məhsulları, ət və süd məhsulları, konservləşdirilmiş məhsullar, meyvə quruları, yağlar, təbii bitki yağları, kərə yağı, ayrı-ayrılıqda qeyd ediləsə məhsullar çoxdur. Sadəcə bir ümumi məlumat verim. Süd məhsullarına pendir, yağ, şor, bu məhsullar geniş satışı təşkil olunur. Ət məhsullarından toyuq, ət quruları, qurudulmuş belə deyim, toyuq, ət məhsulları, sonra sosiska, kalbasa məhsullarımız var. Konservləşdirilmiş məhsullar daha genişdir, daha çoxdur belə deyim. Mürəbbələr, kompotlar, turşular satışı təşkil olunur. Və digər yağlar, məsələn, tək kərə yağı deyil Abadda, yəni heyvan mənşəli deyil, həm də bitki mənşəli yağlarımız var. Təbii bitki yağları, özəlliklə son illərdə ən çox diyetalarda istifadə olunan yağlar Abadda artıq satışa çıxarılır, istehsalçılarımız tərəfindən istehsal olunur. Dadlıdırmı? Bir deyin görək. Dadlıları da var, xeyirliləri də var. Hə. Dadlı olmayıb xeyirli olanları var, deyil mi? Hansılardır onlar? Məsələn, ən geniş yayılmış qara zirə yağı. Dadı olması da faydalıdır. Bəli, çox faydalıdır. Bunu çox istifadə edirlər. Müştərilər tərəfindən həm bəyənilir, həm alınır. Tələbatlı bir məhsuldur. Belə məhsullarımız var. Sirkələrimiz var, bitki tərkibli. Məsələn, əvvəllər belə idi ki, biz ancaq alma sirkəsi, üzüm sirkəsi bunu nəzərdə tuturduq. İndi daha fərqli sirkələrlə biz bazara çıxmağı planlaşdırırıq. Məsələn, kəkli yotu sirkəsi, bal sirkəsi. Birinci dəfə eşidirəm. Bal sirkəsi olur? Bəli, bal sirkəsi olacaqdır. Abad mağazalarında, marketlərdə, böyük supermarketlərdə satışa çıxarılacaqdır. Qızıl əhmədi alması, məsələn, artıq biz adi almadan keçmişik. Qızıl əhmədi alması sirkəsi də istehsalçılarımız məşğuldur.
Bəs sertifikasiyası haqqında nə deyərdiniz bu qida məhsullarının? Qida məhsullarının sertifikasiyası həm vacib, həm mühüm, həm də biraz çətin bir prosesdir. İlk öncə bir məhsul hardasa istehsal olunursa, o həmin istehsal yerinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi reyestri çıxarışı olmalıdır. Biz əgər bir vətəndaşın çıxarışı yoxdursa, biz o vətəndaşa köməklik edirik, dəstək göstəririk ki, həmin çıxarışı almaq üçün qida təhlükəsizliyinə müraciət eləsin. Bunun üçün bir istehsal yeri qurulur, orada avadanlıqlar yerləşdirilir və qida təhlükəsizliyinə müraciət edilir və onlar sözsüz ki, gəlib ora baxış keçirəndən sonra reyestr çıxarışı verilir. Ən birinci sertifikat budur. Yəni abadçı olmaq üçün ümumiyyətlə bizdə abadda belə bir qanun var ki, abadçı olmaq üçün mütləq şəkildə reyestr çıxarışı olmalıdır. Bu çıxarışı olmasa biz məhsullar tam rəsmi qaydadadır. Bəli. Çünki abadın belə deyim əməkdaşlıq etdiyi marketlər rəsmi şəkildə müqavilə ilə satışları həyata keçirdir. O marketlərdə də heç vaxt çıxarış olmayan məhsulları qəbul eləmirlər. Ləman xanım, abadın hansı qida məhsulunu daha çox bəyənirsiniz? Heç süfrənizdən əksik olmur. Abadın demək olar ki, məhsullarının əksəriyyəti süfrəmizdən əksik olmur. Biz özümüz, yəni abad əməkdaşları olaraq abadçıların daimi müştəriləriyik. Həm bizə maraqlıdır ki, biz abad stendlərinə yaxınlaşanda, marketlərdəki abad məhsullarına yaxınlaşanda həm başqa müştərilərin fikri bizə maraqlıdır, biz onun üçün yaxınlaşırıq, həm də öz evimizə alış-veriş eləmək üçün, belə deyim. Nəyə görə bu sual verdim? Çünki bəzən hansısa bir qida məhsulları haqqında danışanda izləyicilərimiz mütləq ki, bu sualı bir nəfər də olsa yazır ki, görəsən özləri istifadə edirlər, cavabını verdilər. Gəlin o zaman Nərmin xanıma da bu sual verim. Nərmin xanım, ən çox bəyəndiyiniz abad məhsulu hansıdır? Hansı ki, bax, süfrənizdə hər gün mütləq olur? Mən özüm daimi müştərisiyəm və deyərdim ki, ən çox istifadə etdiyim məhsullardan ilk olaraq təbii yağlardır. Buradan mən kokos yağlarını ən çox alıram, istifadə edirəm. Daha sonra kokos unudur, badam unudur. Unu? Bəli. Badam unu, kokos unu, hansı ki, karbohidratı əvəzləmək üçün, unu əvəzləmək üçün istifadə olunur. Bəzi dietik məhsullarda mən bunları daimi alıram. Həmçinin quru meyvələrini çox sevirəm. Mürəbbələri əladır və balı tam əminəm ki, keyfiyyətli. Arıçılarımız keyfiyyətli bal istehsal edir və ona görə də əminliklə həmin arıçılardan o balı əldə edirəm. Çox maraqlıdır. Bax, bu qida məhsullarını kimlər hazırlayır? Daha sadə şəkildə izləyicilərimiz üçün bunu izah edə bilərsinizmi? Kimlərdir bu abadçılar və kimlər abadçı ola bilər? Əslində abad qeyd etdiyim iki sahə üzrə, həm qida sahəsi, həm də sənətkarlıq sahəsi üzrə bütün sahibkarlara açıq bir platformadır. İstənilən şəxs müraciət edə bilər. Azərbaycan vətəndaşı olan hər kəs müraciət edə bilər. Hər kəs müraciət edə bilər, faydalana bilər. Abadın bir çox xidmət sahələri var ki, bizim həm orta sahibkarlar, həmçinin mikro sahibkarlar abadın xidmətlərindən yararlanırlar. Sadə dillə desəm, günümüzdə ümumiyyətlə biznesə başlamaq, sahibkarlıq fəaliyyəti bir qədər çətin görünür. Abad isə bu prosesin əslində heç də çətin olmadığını insanlara... Əldə maya olmalıdır. Bəli. Bu prosesin elə də çətin olmadığını aşılayır. Çünki bir biznesə başlayanda bu biznes üçün həm sərmayə olmalıdır. Əgər mikro sahibkarsansa, kiçik bir sahibkarsansa, fiziki cəhətdən tək hər şeyi öhdəsindən gəlmək mümkün deyil. Abad isə bu bütün xidmətlərin hər birini icra edir sahibkar üçün. Məsələn, biznesin formalaşdırılmasından ta ki bu məhsulun satışa çıxarılana qədər olan bütün bu belə deyim zəncirvari sistemdə bu yolu abad sahibkarın tam yanındadır. Həmçinin abadın peşəkar komandası ilə birgə mütəmadi olaraq əlaqəli olur. Nə lazımdırsa biz hər zaman dəstək oluruq o sahibkarlarımıza. Çox maraqlıdır Nərmin xanım. Bəs necə seçirsiniz yeni abadçını? Hər halda elə hər müraciət edənə də bu xidmətlərin hamısı məncə göstərilə bilməz. Çünki bu zaman gerçəkdən bir iş qura biləcək insanlar kənarda qala bilər. Necə seçirsiniz? Məsələn, real abadçını necə seçirsiniz? Potensial abadçını belə deyim. İlk öncə bizim internet saytımız üzərindən abad.gov.az saytına daxil olan müraciətlər və digər platformalar üzrə olan müraciətləri biz reyestrimizdə bir ələkdən keçiririk, ümumilikdə həmin o sahibkarı dəvət edirik, biznes modeli ilə tanış oluruq. Nələrə daha çox diqqət edirsiniz bu müraciətdə, CV-də? Deyək ki, əslində həmkarım
Sözü bu verək. mövzunu bəli daha da yaxşı davam etdirər. Bəli. Çünki məsələn qida sahəsi üzrə müraciət edildikdə ilkin mərhələ odur ki, istehsalat sahəsinə baxış keçirilir. Ola bilər ki, abadçının, daha doğrusu sahibkarın artıq istehsalat yeri var. Və yaxud da ki, heç olmaya bilər. O bizdən dəstək istəyir ki, mən necə bir istehsalat sahəsi qura bilərəm. Bəli, bu prosesdən artıq bizim texnoloqlarımız, mütəxəssislərimiz tərəfindən ona dəstək göstərilir və o artıq öz məhsulunu ərsəyə gətirir, istehsal edir. Ondan sonra isə bizim ilkin mərhələ olaraq bu məhsulun uyğunluq sertifikatının almağımızdan keçir. Yəni, ilk növbədə mütləq şəkildə əgər bu qida sahəsidirsə, istehsalat sahəsi və istehsal olunan məhsulun bir bazar araşdırması mütləq şəkildə aparılır. Gəlin o zaman Ləman xanımla söhbətimizə davam edək. Ləman xanım, real və potensial abadçını necə seçirsiniz? Hansı parametrlərə görə seçirsiniz? Əslində abadçı olmaq üçün vətəndaş özü yaxınlaşır, ya internet vasitəsilə, ya da bizə həftənin 5-ci günləri, cümə günləri bizdə görüş keçirilir. Birinci məhsul qiymətləndirilir. Məhsul qiymətləndirilməsi, bazar araşdırması olandan sonra biz ona... Bu xüsusi mütəxəssislər tərəfindən həyata keçirilir hər halda, deyilmi? Bəli. Məhsul necə dəyərləndirilir məsələn? Məhsul ilk növbədə məhsulun dəyərləndirilməsi laborator analizlər vasitəsilə həyata keçirilir. Yəni vətəndaş hansısa bir məhsulla yaxınlaşır ki, mən belə deyim, bu məhsulu evimdə istehsal edirəm. Biz məsələn bəzi adamlar var ki, deyir, biz dədə-babadan həmişə bunu istehsal eləmişik, özümüz də yemişik, qonşular da alıbdı. Amma biz onun satışını həyata keçirə bilmirik. Çünki onun bir necə deyim, sertifikatlaşması həyata keçirilməyibdir. İlk növbədə biz onun məhsulunu Qida Təhlükəsizliyi Agentliyinin, daha doğrusu Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edirik və ya digər akreditasiya olunmuş laboratoriyalar vardır ki, Azərbaycanda onlara təqdim edirik. Bu məhsullar keyfiyyət göstəricilərinə görə, mikrobioloji, fiziki kimyəvi göstəricilərinə, parametrlərinə görə sınaqlardan keçirilir. Sınaqlardan keçmiş məhsul əgər parametrlərə uyğundursa, onu biz dəyərləndirə bilirik. Və istehsal yerinə baxış keçiririk. İstehsal yeri uyğundurmu? Qida Təhlükəsizliyi Agentliyindən çıxarışı varmı? Belə dəyərləndiririk və əsas ola bilər ki, bir vətəndaşın məhsulu çox yaxşı olsun, ailəsi tərəfindən qəbul olunsun, bizim tərəfimizdən də qəbul olunsun. Ancaq belə deyim, satış üçün bu məhsul münasib olmasın. Belə məhsullar da olur ki, onların satışını da həyata keçiririk, düzdür. Amma başqa, yəni elə məhsullar var ki, onlar insanlar tərəfindən çox da qəbul olunmur da. Çox maraqlıdır. Misal üçün, qida haqqında danışırıq, necə qidalara sertifikasiya alınır, bu çox önəmlidir və bu həm də onun göstəricisidir ki, abad öz adından təqdim etdiyi məhsullara qarşı nə qədər məsuliyyətlidir. Yəni, biz bəzən vitrində gördüyümüz hansısa məhsulu aldığımız zaman ağlımızda 50 dənə sual yaranır. Keyfiyyətlidirmi, deyilmi? Yəni, nə qədər bizə faydalı olacaqdır? Yəni, vətəndaşın əvəzinə abad bunları tək-tək araşdırır və abad adından satışa çıxarılan bütün məhsullara bir mənalı şəkildə vətəndaş güvənə bilər. Bu çox önəmlidir. Və mən başqa bir sualla davam etmək istəyərdim. Bəli, deyirsiniz ki, hər bir vətəndaş müraciət edə bilər. Hansı başqa xidmətlər var və indiyə qədər sizə müraciət etmiş, belə deyək, vətəndaşlar olsun, ailələr olsun, İndiyə qədər hansı töhfələr veribdir abad və indiyə qədər hansı uğurlu hekayələriniz var? Onlardan bir nümunə də deyə bilərsinizmi? Əlbəttə, əslində uğurlu abadçılarımızın siyahısı həqiqətən də çoxdur. Lakin düşünürəm ki, bir neçəsini xüsusi vurğulaya bilərəm. Bunlardan, məsələn, yumurta satışını təşkil edən abadçımız var. Abadçı kəndlərdən, yüzlərlə ailədən yumurtaları toplayır. Əslində baxanda belə sadə bir biznesdir, amma həqiqətən də abadın belə dövriyyəsində də xüsusi bir yer təşkil edir yumurta abadçımız. Topladıqdan sonra abada təqdim edir. Abad isə onun bu məhsulunu brendinq edir, məhsulunun etiketini, qablaşdırmasını təmin edir və ölkədə fəaliyyət göstərən bir çox supermarketlər şəbəkəsinə bu məhsullar satışa çıxarılır. Daha sonra isə qeyd etmək istərdim süd məhsulları və bal istehsalçıları ilə bağlı. Əslində abadçı deyirik, bu bir müqavilə deməkdir, amma bir abadçının yanında onlarla, bəlkə də yüzlərlə sahibkar dayanır. Onlar kooperativ bir şəkildə fəaliyyət göstərirlər və təbii yağ istehsalı bir xanım abadçımız var. Soyuq sıxım yağlar istehsal edir. Bölgələrdə yaşayan vətəndaşlardır. Bəli. Məsələn, qeyd etdiyim yumurta abadçısı demək olar ki, ölkənin
çox regionundan Bəli. ailələri gəzir və oradan yumurtaları Görün nə qədər toplayır. ailə tanıyır. Bəli. Həmçinin bal məhsulları da buna aiddir, süd məhsulları da. Məsələn, bizim cənub zonasında da var, şimal bölgəsində də bizim süd məhsulu istehsalı ilə məşğul olan abadçılarımız var və davam etmək istərdim həmin o uğurlu xanım abadçımızla. Soyuq sıxım yağları istehsal edir, müxtəlif çərəzlərin əzmələrini istehsal edir və o qədər müştərilər tərəfindən bəyənilib ki, biz 3 supermarketlər şəbəkəsində ayrıca onun üçün stend hazır etmişik və o ayrı bir şəkildə öz məhsullarının satışını orada həyata keçirdir. Həmçinin ilə əldə edibdi bu uğuru? Nə qədər müddətdir abadçıdır? Təxminən biz artıq 9 ildir ki, abad öz fəaliyyətinə davam eləyir. Xanım da ki, səhv etmirəmsə 6 ildir. 6 ildir abadla birgə əməkdaşlıq eləyir. Və biz çox zaman müxtəlif ixtisas həkimlərindən, oftalmoloqdan tutmuş, qastrentoloqa qədər söhbət etdiyimiz zaman adətən bunu qeyd edirlər ki, sağlam qidalanma, tək sağlam qidalanma və sağlam həyat tərzi sizi xəstəliklərin yarısından sığortalayır. Yəni sadəcə sağlam qidalanmaqla bir sıra xəstəliklər var ki, o xəstəliklərdən özünüzü sığortalamış olursunuz. Tam əminliklə demək olarım ki, Ləman xanım, bütün məhsullar hamısı sağlamdır və keyfiyyətlidir, sağlamlığımıza heç bir zərəri olmaz. Tam əminliklə deyə bilərik ki, abadın bütün məhsullar sağlamlıqsa heç bir ziyanı yoxdur. Bu məhsulların içində əsasən bal məhsullar, arıçılıq məhsullar var ki, bal, güləm, çiçək tozu, digər məhsullar, məsələn, sağlam qida kimi nəzərdə tutsaq, sirkələrimizdir, soyuq sıxım bitki yağlarımızdır ki, bunlar çox geniş şəkildə istifadə olunur, istehlakçılar tərəfindən alınır. Bu, ümumiyyətcə, son zamanlar sağlam qidaya daha çox üstünlük verən xanımlar soyuq sıxım yağlardan çox istifadə edirlər. Məsələn, abadın soyuq sıxım bitki yağlarından evdə, yeməkdə istifadə olunur. Günə baxan yağlar istifadə olunur ki, rafinə olunmamış, belə deyim, heç bir kimyəvi qatqıdan istifadə olunmamış birbaşa sıxım günə baxan yağı vardır ki, bunu yeməklərdə, salatlarda istifadə edə bilərlər. Soyuq sıxım digər yağlarımızda yenə qeyd etdiyimiz kimi bütün xəstəliklərdə demək olar ki, istifadə olunur. Mədə-bağırsaq xəstəlikləridir, öd yolları xəstəlikləridir. Bunlarda soyuq sıxım yağlarda birbaşa qəbul kimi, yəni salatlarda yox, yeməkdə yox, birbaşa qəbul edirlər, istifadə edirlər. Və bu satışda təəssüflər olsun ki, sağlamlığımıza zərər verəcək o qədər qazlı, rəngli, dadlı içkilər var ki, marka adı çəkmədən bunu qeyd etmək istəyirəm. Hər zaman həkimlər də onu qeyd edirlər ki, övladlarınızı bunlardan uzaq saxlayın. Amma dadlı olduğundan görə övladlarımız çox istəyirlər. Yaxud müxtəlif şokoladlar var ki, həkimlər qeyd edirlər ki, tərkibinə baxın, palma yağıdırsa istifadə eləməyin ki, satışda olan şokoladların böyük əksəriyyəti demək olar ki, hamısının tərkibində palma yağı var. Abadın təklif etdiyi alternativ, bunlara alternativ qidalar varmı ki, hansı ki, övladlarımıza bunları təklif edə bilərik? Tamam, qazlı rəngli bu içmə bu şirəni, nə içə bilər? Yəni, alternativ nələr təklif edirsiniz uşaqlara? Uşaqlara, məsələn, ən çox istifadə olunan uşaqlar tərəfindən şokolad əzmələrdir, şokolad yağlardır var ki, elə? Bəli, onu əvəz edəcək şimal bölgəsində, Balakən, Şəki-Zaqatala regionunda, Balakən rayonunda abadçımız var ki, səhv eləmirəmsə 9 çeşid əzmələr hazırlayır. Onlar, yəni qatqısız əzmələr hazırlayırlar uşaqlar üçün. Sonra bizim yağ abadçımız var ki, bir də Nərmin xanım qeyd elədiyi xanım ki, onun da əzmələri var. O da Gəlin adını da qeyd eləyək, bir stimul olar onun üçün. Maya Səbzəliyeva. Hə, nə gözəl. Yəni sırf uşaqlar üçün, uşaqların da, böyüklərin də rahatlıqla qəbul edə biləcəyi əzmələri var abadçılarımızın ki, onlardan istifadə, yəni özümüz də istifadə edirik, uşaqlarımız üçün. Çünki xüsusən də pediatrlar deyəndə ki, övladlarınıza marketdən bu qidaları almayın, izləyicilər yazır, bəs nə verək uşağımıza? Nə verək? Abadda hər şey var. Demək ki, övladımız əgər şokolad istəyirsə, o zərərli şokoladlardan uzaq dururuq, gedirik abad marketlərinə və orada övladımız üçün heç bir zərəri olmayan bu cür əzmələrdən də istifadə edə bilərik. Əslində biz hər birimiz məncə təşəkkür etməliyik. Yəni bizə bu alternativləri təklif etdiyinə görə olmasaydı nə edərdik? Məcburuq ki, o zərərli qidaları alaq, istifadə edək. Amma abad bizə belə bir alternativ təklif edir. Bu uğurlu abadçılarınıza xüsusi bir stimul verən yarışlar mı olurmu? Məsələn, yarışlar mı, mükafatlandırma mı? Nəsə belə bir xüsusi tədbirləriniz olurmu? Əlbəttə olur. Bizim ən əsas da abadın hər il 23 sentyabr
yaşını qeyd edirik. Ad günüdür. Bəli, ad günüdür. Bəli, Bəli. 23 sentyabr ad gününü qeyd etdiyimiz zaman mütləq şəkildə biz orada abatçılar üçün də sertifikatlarla təmin olunur. Bir çox sosial layihələrdə biz abatçıların orada iştirakını təmin edirik. Bu kimi stimul verici əlbəttə ki, layihələrimiz mövcud olur. İnsanlar təbii ki, vətəndaşlar fərdi şəkildə də bizneslərini qura bilərlər, fərdi şəkildə də olar. Bir də var, Abadın dəstəyi ilə olanlar. Abatçı olmağın üstünlüyü nədir? Abad hansı üstünlüyü təklif edir? Abatçı olmağın üstünlüyü, sadə bir dillə desəm, az öncə də qeyd etdim ki, biznes qurarkən çətinliklərdən, risk almaqdan çox qorxurlar, xüsusən də kiçik sahibkarlar. Abad bu çətinliklərin hamısını geridə qoyur. Çünki lazım olan bir biznesin ərsəyə gəlməsi üçün bütün xidmətləri Abad dəstək göstərir. Məsələn, biznesin formalaşdırılmasıdır, ən əsası ideyanın formalaşdırılması, daha sonra bu ideyanın rəsmi qeydiyyatdan keçirilməsidir. Sələfləşmə məsələləri. Bəli, vöyünün alınması, bank hesabının açılması, daha sonra məhsulun istehsal olunmasıdır. Məhsulun istehsal olunan zaman texnoloqlar tərəfindən keyfiyyətinə nəzarət edilməsidir. Sertifikatların alınmasıdır. Bu məhsulun müasir standartlara əsasən qablaşdırılmasıdır, brendinqidir, etiketlərinin hazırlanmasıdır, dizayn məsələləridir, daha sonra mühasibatlıq xidmətidir, logistikasıdır, məhsulların daşınmasıdır və ən əsası isə satışının təşkilidir ki, bunların hər birini Abad öz öhdəsinə götürür və sahibkara dəstək göstərir bu xidmətlərlə. Sahibkarın öhdəliyinə düşən yalnız öz məhsulunu keyfiyyətli şəkildə istehsal etmək. Çalışqan olmaq. Bu çox önəmlidir. Bəli, məsuliyyətli və çalışqan olmaq. Ləman xanım, misal üçün Abadın qida məhsullarını təqdim etdiyiniz zaman istər marketlərdə olsun, istər bu cür təqdimatlar, yəqin ki, sosial mediada da aktivsiz deyə düşünürəm. İndiki dövrdə sosial mediası şirkətlər olmur. Məhz sağlamlığı önə çəkirsinizmi? Deyək ki, qidalarımız dadlıdır, həm də sağlamlıqdır. Yəni, sağlamlıq faktoruna nə qədər önəm verirsiniz və müştərilər sağlam qidaya nə qədər önəm verirlər? Yəni, misal üçün, axtardıqları zaman sağlam olmasında müştərilər də istəyirmi? Nə qədər əhəmiyyət verirlər? Biz demək olar ki, bütün sosial şəbəkələrdə tam aktiv bir şəkildə paylaşımlar edirik və məlumatlılığı təmin edirik. Əlbəttə ki, bu sosial şəbəkələrdə hər bir abatçının tanıtımı da gedir və qida məhsulları da öz növbəsində biz mütəmadi olaraq çalışırıq ki, reseptlər paylaşaq. Məsələn, bu reseptlərin içərisində daha çox vurğulayırıq ki, sağlam qidalanma. Burada məsələn biz salatlar paylaşırıq. Bizim souslarımız var. Məsələn, elə adı da üstündə fito sousdur. Fito sousla müxtəlif salat reseptləri paylaşırıq. Nə gözəl. Bəli, yəni bizim sosial media hesablarımıza da baxsanız, çox fərqli paylaşımlar olur. Çünki biraz bizim fəaliyyət istiqamətimiz də çox şaxəlidir. Lakin qida məhsullarına sıra gəldikdə mütləq şəkildə biz burada sağlam qidalanmanın təbliğini aparırıq. Çox maraqlıdır. Misal üçün, istər sosial mediada izləyiciləriniz olsun, istər müştəriləriniz olsun, hər hansı bir məhsulla maraqlandıqları zaman bu sağlamdırmı, keyfiyyətlidirmi, bununla da maraqlanırlarmı? Nə qədər önəmlidir insanlar üçün qidanın sağlam olub olmaması? Belə deyim, Abad yeni yarananda bu bir qədər sosial media istifadəçilər və ya müştərilər tərəfindən bir qədər bu tərəddüd yaranırdı ki, həqiqətənmi bu sağlam qidadırmı, həqiqətənmi keyfiyyətlidir. Daha sonra düşünürəm ki, Abad artıq müştərilərin sevgisini, inamını qazanıb və belə bir suallar artıq çox az ünvanlanır. Alıb istifadə edənlər həqiqətən də məmnun qalıblar və daimi müştərilərimizə çevrilirlər. Bəs qidaların hazırlanmasında istifadə olunan xammallar necə seçilir? Buna da xüsusi bir nəzarət olurmu? Mütləq istehsala başlamadan öncə də marketlərin vitrinlərinə çıxana qədər, hətta satışdan sonra belə nəzarətdə saxlanılır bütün məhsullar. Xam mallar bizdə əksəriyyət abatçılarımız rayonlardan olduğuna görə çox abatçımız öz həyətlərində, öz tarlalarında belə deyim, yetişdirdiyi xam maldan istifadə edirlər. Məsələn, Quba rayonunda abatçımız var, alma qurusu istehsal edir. Onun özünün alma bağları var. Yəni Qubada alma bağı olub da onu qurutmamaq yaxşı olmazdı. Məsələn,
Balakən, Zaqatala zonasında ən çox, məsələn, o dediyim əzmələr ki var, onlar qoz fındıq tərkibli olur. Sırf Balakən, Zaqatala, Qax rayonlarında olan qoz fındıqlardan istifadə olunur. Xammal əsasən əksəriyyəti Azərbaycanda olur. Xaricdən gəlmə də xammallarımız olur. O da ki, Azərbaycanda hansı ki istehsal olunur, məsələn, belə deyim, kakos. Kakos məhsulu Azərbaycanda istehsal olmadığını, bitmədiyinə görə kakos xaricdən xammal kimi alınıb, burada emal olunur. Bəs bu satışları haralarda təşkil edirsiniz? Ancaq Bakıda mı olur, yoxsa bölgələrdə də satılır bu məhsullar? Bu suala mən cavab verim. Ümumilikdə Abadın bir neçə satış kanalı var. Biz, məsələn, korporativ sifarişlərin qəbul edirik və məhsulların satışını təşkil edirik. Daha sonra böyük supermarketlər şəbəkələri ilə əməkdaşlıqlarımız var və demək olar ki, bütün qida məhsulları bu supermarketlərdə satışa çıxılır. Həmçinin Abadın özünə məxsus etnobutikləri var. Hazırda 6 etnobutikimiz fəaliyyət göstərir və burada da bizim mütləq əksəriyyəti dekorativ tətbiq xalq sənətkarlığı nümunələridir. Həmçinin bir sıra qida məhsullarımızın da satışını orada təşkil edirik. Bir sual da verəcəm, bilmirəm bu sualı cavablandıra bilərsinizmi yoxsa yox. Hansı Abad məhsulu daha çox satılır? Daha çox tələbat var? Varmı belə bir statistikanız? Bəli, var. Bu yumurta satışıdır ki, Abadın dövriyyəsinə daha çox gəlir gətirir. Bəli, yumurta satışıdır. Çox maraqlıdır. Kimsə Abaddan, misal üçün, bir çox yumurtanı alıb, nə bilim, bəlkə də 100-200-ə başqa bir yerdə sata bilərmi? Yoxsa ancaq mütləq Abada aid yerlərdən almaq olar? Belə deyim, abadçı əgər Abada müraciət edirsə, öz məhsulunun satışını təşkili üçün müraciət edir. Yəni, fərdi olaraq, sahibkarın özündən alıb satışı ilə məşğul ola bilər, hər hansısa bir başqa bir sahibkar. Lakin Abaddan alıb yenidən onun satışını təşkil etmək, xeyr, bu mümkün deyil. Abad özü bütün bu xidmətləri bir platform alaraq dəstək göstərir sahibkara və özü satışını həyata keçirdir. Və düzdür, biz qida məhsullarından danışdıq, amma çox gözəl əl işləri də təqdim olunur Abadın adından. Çox maraqlıdır. Misal üçün, bəlkə də biz izləyən bir izləyicimiz evdə, misal üçün, muncuqlarla çox gözəl bəzək əşyaları bəlkə düzəldir. Bəlkə də kimsə dərzidir, çox gözəl paltar tikə bilir. Daha çox hansı istiqamətdə sizdə boşluq var? Misal üçün, daha çox hansı istiqamət üzrə yeni abadçıları cəlb etmək istəyirsiniz? Əslində demək olar ki, sənətkarlıq çərçivəsində milli, mədəni, belə deyim, özündə əks etdirən bütün suvenirlərin satışını Abad həyata keçirdir. Və əsas da bizim alıcı kütləmiz turistlərdir. Qeyd etdim ki, etnobutiklərimiz var və biz bu etnobutikləri turistlərin daha çox olduğu ərazilərdə bu satışını həyata keçirdirik. Orada fəaliyyət göstərir etnobutiklərimiz. Boşluqlar dedikdə əslində bütün xalq sənətkarlığının tələbat varmı? Bəli, çoxdur tələbat. Belə deyim, daha çox kiçik həcmdə olan suvenir tipli əl işləridir ki, bəli, bunlara tələbat çoxdur, daha çox turistlər tərəfindən alınır. Buraya mən sizə nümunə olaraq keramika sahəsini deyə bilərəm, zərgərlik deyə bilərəm, gəlinciklərin hazırlanmasıdır. Sizin də qeyd etdiyiniz kimi muncuqlardan olan aksesuarlar, bu kimi digər müxtəlif sahələr üzrə abadçılarımız mövcuddur. Milli gəlinciklər də olur o zaman? Bəli, milli gəlinciklər də olur və sizə deyim ki, hər bir detalı sırf sənətkarın öz əl qabiliyyəti, yəni öz əl işidir. Bəs Ləman xanım çox maraqlıdır. Deyək ki, istər bu əl işləri olsun, istər qida məhsulları olsun, onların paketlənməsi, yaxud nə bilim, misal üçün marketlərdə düzümü, bunlara da Abad nəzarət edirmi? Hansı şəkildə təqdim olunur, necə düzülür, rəflərə necə yığılır? Bəli, Abad əməkdaşları vardır ki, marketlərdə nəzarət həyata keçirirlər. Abadçının müştərisi də hər zaman haqlıdırmı? Bəli, biz istənilən bütün təkliflərə, bütün belə deyim, rəylərə hər zaman açığıq və bu rəylər əsasında da çalışırıq ki, öz işimizi daha da keyfiyyətli eləyək və belə deyim, istehsalımızda da bunu mütləq şəkildə nəzərə alırıq ki, yaxşı, keyfiyyətli bir məhsul istehsal edib satışını təşkil edək. Və hər halda sosial mediada aktivsinizsə, o zaman izləyicilərinizdən də müəyyən suallar olur, nəyinəsə daha çox maraqlanırlar. Abadla bağlı ən çox soruşulan nə olur? Abadla bağlı ən çox sual verilir. Birinci növbədə necə abadçı ola bilərəm? Abad hansı xidmətləri göstərir, necə dəstək olur? Növbəti sual isə məhsulun qiyməti ilə bağlı olur. Daha çox qiymətlə var. Bəli. Standart qiymətlər olur?
Bəli, bazar araşdırması edilir və ona Bəli. uyğun qiymətlər təyin olunur. Və son sualında söhbətimizi yekunlaşdırmaq istəyirəm. Çox maraqlıdır. Ən çox abadçı olaraq aktiv olan bölgələrimiz, şəhərlərimiz haradır? Ən çox abadçının üstünlük təşkil etdiyi Bakı, Sumqayıt və Şəki-Zaqatala. Demək olar ki, əslində Azərbaycan bütün bölgələrini əhatə etmişik. Lakin bu qeyd etdiyim iki iqtisadi zonada abadçıların sayı daha çox üstünlük təşkil edir. Gəldiyinizə görə hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Əziz tamaşaçılar, efirimiz isə davam edir.